Qurban Qurbanovun artıq açıqlaması var Zaur müəllim. Stad bu gün əsasən də ilk hissədə bizdə heç nə alınmadı. Elə qısaca bu qədər məncə elə bütün oyunu şərh etmiş olub. Heç nə alınmadı bildirir Zaur müəllim. Hansı məqamı? Biz verilişdən əvvəl mən qeyd etdim ki, Qarabağ üçün sanki dərd batmanla gəlib. Dumana düşdü, qara düşdü, çənə düşdü, nə bilim getdi, bir uğursuz meydançıya düşdü İmişlidə. Yəni tərslikdən təqvim də çox pis dönəmə gəldi, çıxdı. Bu gün də sanki Newcastle-ın o sürətli futbolu, üstün futbolu, aradakı səviyyə fərqini qoyuruq bir kənara. Bəzi məqamlarda şans da bizdən üz döndərdi. Məsələn, o penalti epizodunun verilməsi, məsələn, verməyə bilərdi. Hətta qolumuz da sayılmasıydı tam olardı da. Yəni bu gün bizim günümüz deyil, ən azından qol sayıldı. Penalti mənə görə yəni dayaq əlidir. Biz zaman-zaman ümumiyyətlə hakimlərin qərarlarından baş açmaq olmur. Yəni qaydaları elə yazıblar ki, sağ olsunlar. Hansı qərarı versələr, ona uyğun da bir əsaslandıra bilirlər. Yəni hardasa biraz bəlkə də şansımız daha çox gətirsəydi, demirəm ki, qalib gələrdi. Ən azından hesab daha münasib ola bilərdi. Elə misal üçün elə oyunlar olur ki, sən hər şeyi mükəmməl edirsən, amma məğlub olursan. Bir də var ki, səndə heç nə alınmır, məğlub olursan. Bugün mənə elə gəlir ki, heç nə alınmadı, Qarabağ məğlub oldu. Oyunun əvvəlində də gördük, misal üçün birinci dəqiqədə bir epizod var, Medinanın ayağı sürüşür və yaxud bəzi epizodlar var, daha sadə oynamaq lazım idi. Elə Medinanın səhv elədiyi epizod, Dani Boltun səhv elədiyi epizod arxaya ötürmə vermək istəyir. Silva. Silva idi. Deyəsən Silva idi bir epizodda da. Mənə elə gəlir ki, adlar fərq eləmir də, yəni ümumi olaraq. Həqiqətən sadə oynamaq lazım idi. İlla da belə bir rəqib. Bir toxunuşla topu çıxartmaq lazım təhlükəli zonadan və yaxud belə deyək, daha sadə, effektiv qərarlar vermək lazım idi. Mən də razılaşıram ki, hardasa belə ümumi səhvləri minimuma endirməklə bəzi məqamlarda rəqib sənə buna məcbur edir. Amma bəzi məqamlar vardı ki, məsələn Medinanın epizodunda biz kömək elədik. Medina məsələn onu bir zərbə ilə uzaqlaşdıra da bilərdi. Məsələn 1-2 epizod vardı ki, onlar da təsir edir də zaman. Oyunun elə bir məqamıdır ki, 2-0-dır, bəlkə də belə davam edəcək fasiləyə qədər, yəni o oldu 3-0. 0-0-dır və yaxud ikinci qoldan sonra, üçüncü qoldan sonra həmən dördüncü qol vurdu. Həmən epizodda Medinanın belə deyək də artıq toxunuş oldu topa, rəqib topu uğradı. Bunlar ümumi hamısına təsir edir. Məsələn, olmazdı 6-2 olardı, 4-2, 3-2. Bəlkə fasilədən sonra tam başqa şey olardı. Yəni futboldur, bunu bilmək olmur. Məsələn, Newcastle-ın alacağı bir qırmızı vərəqə çox şey dəyişə bilərdi. Ona görə məncə də futbolçuların bəzi səhvləri də belə hesabın böyük olmasında rol oynadı.